uşaq tərbiyəsində cəza mexanizmi mütləq olmalıdır. Cəza şiddət, işgəncə deyil. Biz uşağa cəza deyəndə dərhal bizim tamaşaçılar və yaxud insanlarımızın əksəriyyəti hesab edir ki, vurmaqdır. Uşaqda rəğbətləndirmə və cəza mexanizmi mütləq ədalətə söykənməlidir. Amma cəza mütləq olmalıdır, amma ədalətli. Rəğbətləndirmə olmalıdır, ədalətli. Baxın, uşaqlarda cəza, uşağın dərk etmə sferası qədər olmalıdır. Valideyn uşağının əməlinə görə cəzalandırmamalıdır. Sən bu əşyanı qırdın, mən sənə telefon almayacağım, səni ora aparmayacağım və yaxud sən əfəlsən. Olmaz, bu olmaz. Cəza uşağın, valideyn uşağının anlama, qavrama, dərk etmə, sinir sisteminin mütəhərrikliyi, dözümlüyü nəzərə almalıdır. Yəni, mənim uşağım elədiyi əməlin mahiyyətini qavramadığı kimi, mənim ona cəzanın da mahiyyətini qavramayacaq. Çünki uşaqda özünə tənqidi münasibət hissi yoxdur. Yəni, mən bunu etməməliydim. Ona görə də cəza bəzən uşağın elədiyi hərəkətə görə vurulan cəza, verilən cəza, uşağın elədiyi hərəkətin pis olduğunu dərk etmədiyi üçün verilən cəza ona işgəncə hesab edilir və nə verir? Bu cür uşaqlarda təhlükəsizlik, güvənsizlik və arzu olunmaz övlad obrazı əmələ gətirir. Yəni, məni heç kəs sevmir. Mənim heç kəs doğulmağımı istəmirdi. Yəni, mən bunu yıxılsam, məni qoruyacaqlarmı? Məni kimsə döysə, söysə və yaxud danlasa, atama, anama desəm, məni başa düşəcəklərmi? Bax, təhlükəsizlik budur. Uşaq güvən isə, mən yıxılsam, məni qaldıracaqlar. Yəni, mənim valideynim məni başa düşəcək. Bax, bu elementlər pozulanda uşaqda sevgi hissinin itməsi arzu olunmazlıqla möhkəmlənir. Yəni, uşaq özünü, övlad evdə özünü arzu olunmaz hesab edir və yaxud özünün, tutaq ki, məktəbdən əgər yüksək qiymət alıbsa, o yüksək qiyməti valideynə deməyin nə faydası var? Bax, bu əfsusluq hissi əmələ gəlir. Ən qorxulu uşaqlarda heyfsilənmə, əfsusluq hissi əmələ gələn kimi, o özünü evdə arzu olunmaz hesab edir. Əgər uşaq psixikasında özünün ailəsi tərəfindən, doğmaları tərəfindən arzu olunmaz olduğunu, əksində o arzu olunmaz deyil. Valideynlər onu psixi prosesi nəzərə almadan cəzalandırıblar, özlərini haqlı hesab eləyiblər. Həmin o arzu olunmazlıq əmələ gələn kimi dərhal emosional pozuntu başlayır. Emosional pozuntu. Və o emosional pozuntu bunlarda kobudluq əmələ gətirir. Uşaqlarda anidən kobudluq, qışqırma, gərginlik və narahatlıq. Və bu bütün yaş dövründə uşaqlarda fürsət və məqam gözləyir. Mən harda bu arzu olunmazlığımı təsdiq edim? Yəni, mən arzu olunmaz, hamı məni arzu olunmaz başa düşür. Amma mən neyniyim ki? Və mənim faydalı, mənim də varlığım görsünlər. Və o uşaqda müdriklik olmadığına görə, o uşağın idrac prosesləri təkmil olmadığına görə, o nifrət, qəzəb və məyusluq dominantlıq təşkil edir. Çünki o uşaqda olan o münasibət, arzu olunmazlıq onda nifrət yaradır. Uşağın özünə yaradır nifrət. Çünki arzu olunmaz sayır özünü. Və yaxud valideynlərini qınıyır, günahlandırır valideynlərini ki, siz məni hamının yanında söyürsünüz və s. Bax, bu uşaqlarda emosional pozuntudan, çünki emosional pozuntu görür bütün gün evdə buna qarşı və yaxud o atanın, ananın buna olan münasibətini emosional pozuntu kimi qiymətləndirir. Və həmin o uşaqlarda aqressiya artır. Aqressiya nədir? Aqressiya insanın özünə və ətrafdakılara dağıdıcı münasibətidir. Rəftarı deyil, davranışı da deyil, münasibətidir. Davranış, münasibət tamamilə fərqlidir. Aqressiv davranış vura bilər, qıra bilər, etiraz edə bilər, çığıra bilər və s. Bunları eləyə bilər. Amma aqressiv münasibət vicdan əmsalı formalaşdırır. İnsan münasibətini müəllimə, şagirdə, digər bir canlılara münasibət göstərir. Çünki, bax, bilirsiniz necədir? Uşaqlara izah eləyəndə bəzən o uşaqlar deyir ki, mən başa düşmədim. Müəllim ona bir də izah edir. Amma münasibət pozulanda isə uşaq mən səni başa düşmək istəmirəm obrazı yaradır başında ki, mən yaxşı olmaq istəmirəm, mən təhsil almaq istəmirəm, tərbiyəli olmaq istəmirəm. Ona görə mən səninlə razılaşmaq istəmirəm. Və həmin o dövrdə uşaqlarda ünsiyyət tələbatı itir. Onlarla heç bir halda söhbət eləmək, ünsiyyət eləmək olmur. Onlar imtina eləyir, dinləmir. Siz onu sözlə başa salasınız. Ünsiyyət qırılır və o uşaqlarda dərhal kompromisə getməmə başlayır. Bu uşaq psixologiyasıdır. 17 yaşa qədər olan insanın psixologiyasıdır. Amma valideynin ona münasibəti, rəftarı bunu əmələ gətirmir. Uşağın psixikasında olan nevroloji, psixoloji, emosional gərginliyi böyüdür və yönəldir aqressiyaya.
təcavüzə, ziyan vurmağa və həmin o uşaqlarda isə psixikasında kompromisə getmək, razılaşmaq və ertələmək itir. Və ona görə də onlar, baxın, planlıq formada yox, plan qurum yox, məqsədli və davamlı aqressiya düşünürlər və onu icra edir. Üzr istəyirəm və bəzən isə baxın, internet resursları burada dırnaq arası köməyə çatır. Onlar internet oyunlarında, hətta filmlərdə, sosial verilişlərdə o öz aqressiyasını icra etməyin üsulunu görür ki, silahla, evimizdə də silah var, bıçaqla, evdə bıçaq var və yaxud kəsici deşici alətlər. Uşaq onu icra eləyir.